Bundan sonra artıq gələnləri biz nə edəcəyik? Qəbul edə bilməyəcəyik. Çünki dərsə başlayacağıq. Yəqin ki, onlar da deyəcək ki, müəllim, mən qoşuldum, məni əlavə edən olmadı. Mən ona görə qoşulmadım. Çünki daha çox gözləyə bilmirik. Əsas dediyimiz kimi dərs 4-6-cı gün qrupları üçündür, amma biz digər qruplara da demişik ki, kim istəsə həvəskar kimi qoşula bilər. Amma dərs sırf 4-6-cı gün qrupları üçündür. Çalışma nömrə 101. Mən sizə eyni zamanda hər şeyi komfort şəkildə təşkil etmişəm. Məsələnin şərtini də görürsünüz burada gözünüzün qabağında. Həmçinin məsələnin kodu da burada olacaq. Bizə deyib ki, daxil edilmiş n ədədinin AB parçasının sağında, solunda və ya daxilində olduğunu yoxlayan proqram Python dilində yazın. Giriş-çıxış nümunələri də veribdir. Sizə ümumiyyətlə məsələlər uşaqlar verilərkən mütləq giriş-çıxış nümunələrinə baxın. Hansı məsələdə ki, giriş-çıxış nümunəsi verilməyibsə, əksinə o məsələdən qorxmaq lazımdır. Amma giriş-çıxış nümunəsində, yəni sənə nümunə verir ki, deyir ki, bax bu nümunə necə işləyibsə, sənin yazdığın kodda elə işləsin. Məsələn, görürsünüz, bizə giriş verib. Girişə nə yazıb? 5, sonra 2, 7. 5 nəyi bildirəcək? N ədədinin qiyməti. Yəni, o daxil edilmiş n natural ədəd. 2 ilə 7 də parçanın uzun nöqtələrini biləcək. Məsələn, buradakı bu 5 n-in qiymətidir, A2-dir, B7-dir. Aşağıdakı n -7-dir, A2-dir, B7-dir. Digərində n 15-dir, A2, B7. A ilə B-nin qiymətini dəyişməyib. Eyni parça üçün eləyibdir, verib. İndi bəzi şagirdlər mən görürəm ki, kod yazanda dərhal nə edir? Götürür, yazır ki, AB parçası üçün A ilə B-nin qiymətlərini alır və yazır ki, A B-dən kiçikdirsə, yəni güya parçanın uc nöqtələrini müəyyən eləyir. Buna ehtiyac yoxdur. Biz riyaziyyatdan bilirik ki, AB parçası dedikdə A həmişə solda gəlməlidir. Yəni sən əgər ki, AB parçası qeyd etmisənsə, deməli A ədədi B ədədindən kiçikdir. Bunu araşdırmağa ehtiyac yoxdur. Biz heç bir halda riyaziyyatda demirik ki, 9 -2 parçası. Həmişə -2 9 parçası deyirik. Yəni burada şərtdən istifadə etməyə ehtiyac yoxdur. Və ədədin də natural və ya həqiqi olması haqqında heç bir şey demədiyindən biz məcburuq ki, bütün versiyaları nəzərə alaq. Bütün versiyaları nəzərə alan ədəd tipi də həqiqi ədəd tipidir. Ona görə n-i həqiqi tipdə qəbul edəcəyik. N bərabərdir. Daha float input, yəni n ədədin klavyadan biz alaq. Ondan sonra A və B parçalarını da analoji olaraq nə edək? Qəbul edək uşaqlar. A və B parçalarını da qəbul edək. Çünki uc nöqtələrində parçanın. Onda birini mənimsədirəm bunun A-ya. Bunlar da həqiqi ədəd ola bilər. Baxmayaraq ki, orada necə verir? Baxmayaraq ki, orada ancaq tam ədədlər üçün verir nümunəni. Amma o nümunədir. Biz deyə bilmərik ki, sən nümunədə belə vermişsin. O bir neçə nümunəni verib ki, bizə. Biz nə edək? Baş çıxaraq ki, söhbət nədir? İndi yenə riyaziyyatdan yadınıza salın, ədəd oxun. Əgər bir parça, yəni bir ədəd AB parçasına daxil deyilsə, onun ya sağında yerləşməlidir, ya solunda. Məsələn, baxın, burada 5-ə. 5 harada yerləşib? 5, məsələn, -7. -7 haradadır? Daxil deyil. Daxil deyilsə, indi görək solundadır, yoxsa sağındadır. Parçanın sol uc tərəfindən, yəni A-dan kiçikdirsə, ədəd oxun gözünün qabağına gətirin. Deməli nədir? Sol tərəfdədir, daxil deyilsə. Yox, B-dən sağdadırsa, yəni B-dən böyükdürsə, onda sağ tərəfindədir. Əks halda bütün qalan hallarda deməli parçanın daxilindədir. Yəni hətta burada 2, 7 qiyməti verib AB parçası üçün. Burada 2 versəydi n-in qiyməti biz daxildir götürəcəkdik. Çünki parçanın sərhəddinə daxildir. Onda yazıram nə? Əgər daxil edilən n ədədi kiçikdirsə A-dan, bunu da qoyaq ingilis dilinə, kiçikdirsə A-dan, onda nə çıxışa verəcəyik? Print solundadır. İndi mən solunda sözün qısa yazıram, sol yazıram. Bəs digər nə baş verər? Yox, n B-dən böyükdürsə, deməli sağındadır. Ona görə bir nöqtə də eyni zamanda parçanın həm solunda, həm sağında, həm daxilində olamaz. Ona görə bu hal üçün nə veririk? Yəni, əgər bu şərt baş verməsə, hansı şərtdən söhbət gedir? Bu şərtdən. Onda elif, daha else yox, if yox, if də versən işləyəcək əslində. Amma düzgün məntiqi struktur elif verməkdir. Çünki bu hallardan yalnız biri baş verə bilər. Ya if, ya elif, ona görə elif. Amma dediyim kimi, sən if də yazsan, o düz işləyəcək. Çünki bir hal baş verir. Amma biz məntiqi strukturu düzgün qurmalıyıq. N böyükdürsə B-dən, o zaman print nə yazacağıq? Sağında.
Əks halda, yəni da solda deyilsə, sağda deyilsə, deməli parçaya daxildir. Onda nə var? Axırıncı versiya. Yadınızda belə bir söz işlədirdi mən həmişə dərsdə. Else, yəni əks halda daha şərt qoymuram. Cinayətkar məsələsi yadınızda demişdim ki, əgər birinci otaqda deyilsə, ikinci otaqda deyilsə, onu da axtarmaq lazım deyil ki, görəsən üçüncü otaqdadır. Mütləq üçüncü otaqdadır ki, cinayətkar əgər qaçıb bura giribsə. Onda else print daxilində. Və indi nə edirəm? Bunu icra eləyirəm, siz görəsiniz. İcra etsəm, elə birinci nümunəni 5, 5-i daxil etdim. Sonra parçamız nöqtələri 2, onun verdiyi nümunələri nə çıxdı? Daxilindədir. Doğrudan da 5 daxil. Bir dənə də məsələn sağında üçün yazaq, ya solunda üçün. Elə oradakı nümunəni yazıram. -7, 2, bir dənə 7. Burada 2-nin 7 AB-nin qiymətidir. Solundadır. Görürsünüz, burada da solunda çıxdı. Bu 101-ci məsələ. Sualınız olsa mütləq bildirərsiniz. İndi keçirəm 102-ci məsələyə. 102-ci məsələdə nə yazılıb? 102-ci məsələdə yazılıb ki, 2-dən böyük n natural ədədi daxil edilmişdir. N ədədindən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yaz. 2-dən böyük n natural ədədi daxil edilmişdir. 2-dən n-dən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yazın. Sizə tövsiyə edirəm ki, siz proqram yazarkən, əziz dostlar, nə edin? Heç vaxt belə düşünməyin ki, çatan kimi if düşünün, elif düşünün. Belə şeylərə ehtiyac yoxdur. Siz ifi, elifi, hər şeyi yaddan çıxardın. Sanki Python dili bilmirsiniz. Siz birinci həmin məsələnin riyazi modelini qurun. Məsələnin kompüter modeli dərsi keçmişdi. İndi bəzi uşaqlar o dərsdə olmayıb, sonradan gəlib, amma əksər demək olar 90% o dərsdə olub. Orada məsələnin kompüter modeli modelləşdirmə dərsində yadınızda 6 mərhələdən ibarət idi. Birinci təsviri informasiya modelini qurmaq, sonra formal modelini qurmaq və daha sonra kompüter, üçüncü mərhələ, yəni formal model riyazi dildə qurmaqdır. Ona görə birinci riyazi dildə işini qur, düzəlt, ondan sonra o riyazi dildə qurduğu başda proqramlaşdırma dilində təsvir etmək. Mən fikirləşirəm, 2-dən böyük n natural ədədirsə, məsələn, cüt ədəddən burada söhbət gedir. Tutaq ki, bir tək ədəd daxil etmişəm, 7 daxil etmişəm. Həmişə biz bilirik ki, riyaziyyatdan istənilən tək ədəddən dərhal əvvəlki ədəd cüt ədəddir. Bunu elə aşağı siniflərdən bilirik. İstənilən tək ədəddən dərhal əvvəlki ədəd cüt ədəddir. Məsələn, 7, 6 cüt ədəddir. 11, 10 cüt ədəddir. 19, 18 cüt ədəddir. Bəs cüt ədəd daxil edilərsə, bəs cüt ədədlər bir-birindən nə qədər fərqlənirdi? 2 vahid, 2 vahid fərqlənirdi. Yəni, mən hal-hazırda bir cüt ədəd deyirəmsə, məsələn, 8 deyirəmsə, ondan dərhal əvvəlki cüt ədəd 2 vahid əvvəlki ədəddir, 6-dır. 26 deyirəmsə, ondan əvvəlki cüt ədəd 24-dür, yəni 2 vahid öndə yerləşən ədədlərdir. Çünki cüt ədəddən həmişə 2 vahid fərqlənir. Qurdum riyazi modeli. Onda n-i alıram, n bərabərdir int input, çünki naturaldır. Sonra bəzi çatışmamazlıqlar var. Bəzi şagirdlər, mən görürəm ki, nə yazanlar, kod yazanlar götür bunu nəzərə alır. N-i alır, aşağıdan bir dənə şərt yazır. Axı burada deyir ki, 2-dən böyük n natural ədədi. Yazır, əgər n ədədi 2-dən böyükdürsə, ondan sonra olur nələrisə qurur. Buna qəti ehtiyac yoxdur. Həmin məsələni sənə verən adam özü deyir ki, mən sənə 2-dən böyük n natural ədədi verəcəm. Sən özü deyirsən, mən sənə 2-dən böyük n natural verəcəm. Sən niyə şərtlə yoxlamalısan ki, if n böyükdürsə 2-dən filan? Bu özü deyibdir bunu. Ona görə mən də şərtdə yoxlamıram. Sadəcə tək cütlüyün yoxlayıram. Dedik ki, əgər həmin ədəd, yəni n ədədi tək ədəd olarsa, tək ədəd olma şərtini biz belə yazırıq. Görürsünüz, mən ağzımda başqa söz deyib, başqa şey danışıram. Siz onu başa düşməlisiniz. Onda dərhal ondan əvvəlki ədədi çıxışa veririk, 7 nümunəsində. Onda print, nəyi çapa verirəm? n-1 çapa verirəm. Əks halda, yəni burada 2 versiyadan biridir. 2 versiyadan biri nə idi? Anam mənə demişdi ki, çörək al. Çörək almırsansa, mən həmin adam bax bir dənə gözləmə var, onu dərsə ala bilməyəcəyəm. Deməli, əks halda nə al? Lavaş al. S qoşa nöqtə. Onda cüt ədəddirsə, deməli tək deyilsə cütdür. Ondan 2 vahid əvvəlki ədəddə cütdür. Onda print n-2. İndi siz mənə deyin. Mən deyirəm uşaqlar 15 ədədi daxil etmişəm. Bax buradan bu hissədən 15 daxil etmişəm. Neçə çıxmalıdır çapa? 15 daxil etmişəmsə. 14. 14, bəli. Yəni çünki tək ədəddir. Onda icra eləyək görək 100
yazmışıqmı? Əgər düz yazmamışıqsa, biz nə edək? Qayıdıb düzəldək. Gördünüz 14 çıxdı. İndi bir dənə də cüt ədəd deyirəm. Yaxşı 32 daxil etmişəmsə neçə çıxmalıdır? 30. 30. Oradan da gördünüz 30. 30 çıxmış oldu. Hı -hı. 30 çıxmış oldu. Davam edirik. 103. 103-də nə deyib uşaqlar? Deyib ki, klaviatur necə Xədicə? Ekran zəminimizi paylaşa bilərsiniz. Ekranınız mən də görsənmir. Bəlkə o birislərdə görsənmir, mən də Uşaqlar görsənmir. sizdə görünür ekran? Xeyr, mən bir Müəllim ekran şeyləməni bağladı sizin. Yox, müəllim bağladı. Hə, bağlamadım. Bu ona görə deyirdim ki, siz dərsə gec qoşulan adamlar, mən dərsə əlavə etmək istəyəndə mən edə bilmirəm. Ona görə ki, dərslər qoşulanda gecikməyin. Daha orada kimsə mənə siqnal gəldi ki, dərsə qoşulmaq istəyir. Mən də dedim, dayını gəlib də, gec də gəlsə qoy qoşaq. Bax, belə problemlər yaranır. Ona görə 5 dəqiqə ancaq biz gözləyə bilirik. Gərək ki, neynəsiz bunları nəzərə alasınız. Yəqin ki, indi göründü, hə? Müəllim. Müəllim, Hə, sağ ol. Onda mütləq dərhal deyil. Sonra 103-də deyib ki, klaviaturadan daxil edilən 4 rəqəmli natural ədədin ilk 2 rəqəminin və son 2 rəqəminin olduğu ardıcıllıqla əmələ gətirdiyi ədədlərin bir-birinə bərabər olub olmamasını müəyyən edən proqram yazın. Görürsünüz, mən məsələnin şərti yadımda qalmadı. Amma gördüm ki, sevindim ki, burada nə yaxşı mənə giriş nümunəsi, çıxış nümunəsi veribdi. Baxan kimi orada məsələni dərk edəcəyəm. Deməli, 1212 ədədinin ilk 2 əmələ gətirir 12, sonrakı 2 rəqəm ardıcıllığından 12. Görürsünüz, 12 12-yə bərabərdir. Amma 5665 ədədində ilk 2 56 əmələ gətirir, sonrakı isə 65 əmələ gətirir, 56 da 65-ə bərabər deyil. Yəqin ki, məsələnin şərtini başa düşdü sizdə, ya kimsə başa düşmədisə bildirsin. Tez mən riyazi modeli qurmağa cəhd edirəm. Düşünürəm ki, mənə daxil edilmiş 4 rəqəmli ədəd, axtarmayacağam, görəsən daxil edilən ədəd 4 rəqəmlidirmi? Bayaqki söhbət. 4 rəqəmli ədədi mən necə ortadan bölə bilərəm? Yəni, 2 rəqəmi əvvələ düşsün, 2 rəqəmi sonraya düşsün. Bunun üçün biz 100-ə bölmək, 100-ə qalıqla bölmək, ədədi rəqəmlərini ayırmaq, yəni dövrü burada məsələ olmayacaq, dövrü alqoritmlər dərsi deyil. Yadınıza salın bir, tam hissə ilə bölmək. Məsələn, baxın, 1212 ədədin 100-ə tam bölsəm, natamam qismətlə, natamam qismət 12 eləyir. 1212 ədədin 100-ə qalıqla bölsəm, onda qalıq neçə eləyir? 12. Aha, mən deyəsən ayıra bildim. 5665 ədədini 100-ə tam bölsəm, yəni 2 xətlə də onu siz tam bölmə deyirsiniz. Ona elmi dildə div deyirlər. Deməli, 56 eləyəcək. Yox, 100-ə qalıqla bölsəm 65 eləyəcək. Buna da nə deyirlər? Mod deyirlər riyaziyyatda. Onda natural ədədimi daxil edirəm. Artıq modelimi qurdum da. Bunlar çox sadə məsələlərdir, başlanğıc məsələləridir. Başlayıram. A dəyişəninə mənimsədəcəyəm nəyə? İlk 2 rəqəmi. Onunla deyirəm n 100. B dəyişəninə mənimsədəcəyəm son 2 rəqəmi. Bunlar gözəl, maraqlı dərslərdir. Adamın neynir? Beynin açır. Proqramlaşdırma ilə hər bir şəxs məşğul olmalıdır müasir dövrdə. Hətta hüquqşünas da, tarixçi də. İndi hələ şərt qoymuram. Gəlin yoxlama aparım sizin üçün. Görək doğrudanmı daxil edilmiş ədədin dediyimiz qaydada 2 hissəyə ayırırmı? Ayırır. Sadəcə mənim məqsədim sizə göstərməkdir bunu. Print B. Məsələn elə 5665, yəni 5665 ədədini daxil edək. Gördüyünüz uşaqlar necə ayırdı? Ayırır. İndi nə qaldı? Qaldı şərti qoymaq. Deyirəm, əgər A ədədi B-yə bərabərdirsə, qoşa nöqtə, print, onda nə çıxardıram? İndi bərabər sözün mən yes kimi çıxardacam. Çünki gec olur o bərabər sözün yazmaq. Əks halda ise elifə ehtiyac yoxdur. Yəni bu haldan ikisindən biri baş verə bilər. Ona görə də əks halda print no çıxardım. Mən ona print yazdım. Bəli, doğru deyirsən. Print yazmalıydım, haqlısan. Onda icra eləyək. Elə oradakı nümunəni icra eləyək. 12, 12, yəni 1212. Gördünüz, yes çıxartdı, yəni bərabərdir. Amma
56, 65. 5665 no çıxartdı, yəni bərabər deyil. Bunu da dedik. İndi keçirik 104 nömrəli tapşırığa, əziz dostlar. 104 nömrəli tapşırıqda yazılıb ki, klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərinin kvadratları cəminin fərqini çap edən proqramı Python dilində yazın. Mən bunu sizin üçün hətta siz o dərəcədə belə deyək, o həddə gəlib çıxmışıq ki, siz bunu nəinki 3 rəqəmli ədəd üçün, hətta istənilən sayda rəqəmli ədəd üçün yazma bacarığına bu dəqiqə maliksiniz. Çünki niyə? Mən sizə ədədi, çox rəqəmli müsbət ədədi rəqəmlərinə ayırmağın qaydasını sizə öyrətmişəm. Amma burada xoşbəxtlikdən 3 rəqəmlidir. 3 rəqəmlini də öyrətmişəm. 3 rəqəmlini ayrı-ayrılıqda dövr olmadan necə əlavə eləyirlər. Üzr istəyirəm, rəqəmlərinə ayrılır. Deməli, birinci növbədə bu 3 rəqəmli ədədi rəqəmlərinə ayırmaq lazımdır. Rəqəmlərini ayırandan sonra rəqəmlərinin kubları cəmin bir dəyişənə mənimsətmək lazımdır. Rəqəmlərinin kvadratları cəmin də bir dəyişənə. Sonra onların fərqini tapmaq lazım. Yəni, kubları cəmi nə etdisə, rəqəmlərin kvadratları cəmi də nə etdisə, onların fərqini tapmaq. Özdə modulunun deyir, klaviaturadan deməli mənfi ədəd də daxil edilə bilər. Modul nə idi? ABS nə idi? Funksiyası idi. Onda eni aldım. Eni alandan sonra bir yeni dəyişənə mənimsədirəm onun modulu. Yəni yazıram ABS nə? N. Çünki orada da modul deyib. Başlayıram rəqəmlərinə ayırmağa. N deməyim, elə bunu neyiniyim? Bir əksinə yenə də n deyim. Qoy aləm qarışmasın bir-birinə. Yəni n3 rəqəmli ədədin aldım. N dəyişəninə 3 rəqəmli ədədi aldım. N dəyişəninə mənimsətdim. Təzədən həmin 3 rəqəmli ədədin modulunu tapdım. Yenidən n dəyişəninə mənimsətdim. Yəni n dəyişəninin qiyməti nə oldu? Burada yeniləndi. Belə şeylərlə siz tanışsınız. Tutaq ki, burada mənfi 31 daxil etmişdimsə bu sətirdən. N'in qiyməti mənfi 31 idi. Amma burada yeniləndi. N'in qiyməti daha müsbət 31 oldu. İndi rəqəmlərin də A, B, C kimi işarə edirəm. A. Birinci rəqəmi biz necə götürdük 3 rəqəmli ədəddə? Birinci rəqəmi götürmək üçün onu 100-ə tam bölürdük. Yəni n 100-ə tam bölürdük. Bir dənə gözünüzün önünə gətirin. Doğrudan da məsələn 365 ədədin 100-ə tam böləndə 3 düşür. Birinci rəqəm. İkinci rəqəmi götürmək üçün belə bir iş görürdük. Deməli, həmin n ədədin 10-a birinci tam bölürdük. Onu böləndən sonra da ona qalıqla bölürdük. Məsələn, bir dənə baxın, buradan nümunə yazıram. Tutaq ki, belə bir ədəd yazmışam, 365. 365 ədədin n-ə tam böləndə burada nə düşür? 3 düşür. Deməli, A-nın qiyməti 3-dür. İndi 6-nı götürmək istəyirəm. 6-nı götürmək üçün n-i birinci 10-a tam böldüm. 10-a tam böləndə düşür 36. 36-nı da 10-a qalıqla böləndə nə düşəcək? 6. Deməli, mən 6 rəqəmini də götürmüş oldum. Ondan sonra C bərabərdir. Da bu hər kəsin başa düşdüyüdür. Hər kəs bilir ki, istənilən ədədi 10-a qalıqla böləndə, yəni 10-a böldükdə alınan qalıq həmin ədədin sonuncu rəqəmidir. Vəssalam. Yeni bir dəyişən. Əslində bunu dəyişənsiz deyə də bilərik birbaşa. Amma mən hər mərhələni dəyişənə mənimsədib göstərirəm. Rəqəmlərini kubları cəmini tapıram. Kubları cəmini biz necə yazırdıq? A-nın kubu, üstə gəl B-nin kubu, üstə gəlsin C-nin kubu. İndi y dəyişəninə də rəqəmlərinin kvadratları cəmi mənimsədirəm. A-nın kvadratı, B-nin kvadratı, plus C-nin kvadratı. Bunu da yazdıq. İndi bunları nəyin demişdik? Fərqini tap. Onda print fərqini də tapıram. Yəni x çıxılsın y. İstənilən bir 3 rəqəmli ədəd üçün yerinə yetirsək düzgün işləyəcək. Yəni testə ehtiyac görmürəm, amma edək. 365 gördünüz, bunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərinin kvadratları fərqi. Kvadratları cəminin fərqi nədir? 298 etdi. Bu haqda da kimin sualı varsa verə bilər. Yoxdursa, mən keçəcəyəm 105 nömrəli nəyə tapşırıq. 105 nömrəli tapşırıqda nə yazılıb? 105 nömrəli tapşırıqda, əziz dostlar, yazılıb ki, tərəflərinin uzunluğu verilmiş üçbucağın növünü təyin edin. Yəni, biz klaviaturadan üçbucağın tərəflərini daxil edəcək. Sonra görəcəyik ki, biz çıxışa verməliyik. Əgər üçbucaq bərabər tərəflidirsə, o yazılacaq bərabər tərəfli, bərabər yanlıdırsa, bərabər yanlı çıxışa çıxmalıdır. Müxtəlif tərəflidirsə də
yazılmalıdır ki, müxtəlif tərəfli. Burada nə baş verir? Burada problem ondan ibarətdir ki, birinci şagirdlərin yenə səhv etdiyi bir şey, üçbucağın tərəfləri verilir deyəndə dərhal götürürlər A, B, C dəyişənlərinə üçbucağın tərəfi mənimsədilər. Sonra üçbucaq bərabərsizliyin tətbiq eləyirlər. Mən soruşanda ki, sən niyə üçbucaq bərabərsizliyini tətbiq edirsən? Deyir ki, müəllim, bəlkə onun verdiyi ədəd heç hər hansı bir üçbucağın tərəfi deyil. Riyaziyyatdan bilirsiniz də, istənilən elə ölçülü ədədlər üçbucaq əmələ gətirmir. Üçbucaq əmələ gətirmək üçün şərtlər var. Bərabərsizliyi var, üçbucaq bərabərsizliyi. Buna yenə də ehtiyac yoxdur. Niyə? Çünki bu özü zəmanət verir ki, tərəflərinin uzunluğu verilmiş üçbucağın. Yəni artıq o üçbucaq belə tərəfləri filan ədədlər olan üçbucaq vardı, yoxdur. Bu həmin o tələbkarın problemidir. Sizin probleminiz deyil. O özü üçbucağı təqdim edən odur. Siz qəbul edən tərəfsiz. Siz onu araşdırmamalısınız. Ona görə də biz belə şərtləri qoymayacağıq. Üçbucağın tərəfləri 1-2 həqiqi ədəd ola bilər. Onda üçbucağın tərəflərinin həqiqi ədəd şəklində biz nə edirik? Qəbul edirik. Digər ikinci bir problem burada ondan ibarətdir ki, bu məsələdə təhlükəli problem. Yəqin ki, bu məsələyə biraz vaxtımız çox gedəcək. Ondan ibarətdir ki, uşaqlar, axır siz riyaziyyatdan bilirsiniz ki, bütün bərabər tərəfli üçbucaqlar elə bərabər yanlı üçbucaq sayılır. Ona görə biz burada şərti elə qoymalıyıq ki, bərabər tərəfli üçbucaq daxil edəndə o bərabər yanlıdır, bərabər tərəflidir, həm də bərabər yanlıdır sözünü nə etməsin, çıxışa verməsin. Biz bunu məhdudlaşdırmalıyıq nəyinsə köməklə. İndi bu məsələləri mən heç birini yazıb əzbərləməmişəm. Sizlə mən də bir dəfəyə baxıram. Mən belə bir düşüncə ağlıma gəlir ki, bu bərabər yanlı üçbucaq biraz problemdir. Yəni, niyə problemdir? Bunun gərək tərəflərin bir-bir yoxlayasan. Belə sadə yazıb yoxlamaq da olar. Yəni, A tərəfi B-yə bərabər deyilsə, B tərəfi də C-yə bərabər deyilsə, lap elə yazaq, eybi yox. Elə yazarıq, siz başa düşən olsun. Mən istəyirəm iç-içə budaqlanmayı nə yazam. If-in içində bir dənə, amma and-lə yazarıq, and operatorunun köməyi ilə elə yazarıq 2 dəfə, siz başa düşən olsun. Başqa bir dəfə də buna iç-içə budaqlanmayla baxarıq, daha peşəkar şəkildə. İndi üçbucağın tərəflərini aldım. Birinci yoxlayıram ki, görün bu üçbucaq bərabər tərəflidirmi? Bunun üçün belə şərt yazıram. Deyirəm, əgər A tərəfi bərabərdirsə B-yə və eyni zamanda, çünki bu eyni zamanda ödənməlidir, B tərəfi də bərabərdirsə C-yə və eyni zamanda, indi nə yazmalıyam? A tərəfi də bərabərdirsə C-yə, onda nədir? Bu üçbucaq print nə yazmalıyam? Bərabər yanlı yazmalıyam. Gördüyünüz bərabər yanlı yazdım. Bir üçbucağı mən daxil etmişəmsə, o eyni zamanda dediyim kimi həm bərabər tərəfli, həm də müxtəlif tərəfli ola bilməz. Yəni bu yazacağım indi bir neçə şərt yazacağam. Onlardan yalnız biri ödənəcək. Mən bu bərabər tərəfli olmurdu. A B-yə, B C-yə, A da C-yə bərabər olanda. Hə, bərabər tərəfli olur. Düz deyirsən. Sözü səhv yazmışam. Mən burada nə yazmalıydım? Bərabər tərəfli. Bərabər tərəf. İşarə ilə yazdım da orada bərabər sözün biraz necə deyim, tənbəllik eləyib yazmadım. Onda bu dediyim kimi o şərtlərdən yalnız biri ödəndiyindən, yəni üçbucaq ya bərabər tərəflidir, ya bərabər yanlıdır, ya da müxtəlif tərəfli. Bunlardan biri ola bilər. Yenə dönə-dönə qeyd edirəm ki, siz deyə bilərsiniz ki, ay müəllim, axı istənilən bərabər tərəfli üçbucaq ilə bərabər yanlıdır. Burada onu məhdudlaşdırıbdır da. Burada deyir ki, onlara ayrı kimi bax. Ona görə də mən burada nə ilə yazacağam? Eliflə yazacağam. Elif təzə şərtim, yəni əksal dəyəcək, yəni bu birinci şərt baş vermədisə, əksal dəyəcək. If-lə də yazsaydım işləyəcəkdi, amma if məntiqi cəhətdən düzgün deyil. Çünki birinci baş verdisə, yəni birinci şərt bərabər tərəfli olmaq şərti baş verdisə, mən niyə görə gedib yoxlamalıyam ki, birdən də bərabər yanlı olar. Ona görə də eliflə başladım. Çünki iflər sərbəst idi. Elif. İndi yoxlayıram nəyin? Bərabər yanlı olmağın. Bərabər yanlı olmağı necə ola bilər? A bərabərdirsə B-yə. A B-yə bərabər olarsa bərabər yanlıdır. Amma B də C-yə bərabər ola bilər. Eyni zamanda yox. Və ya. Artıq burada və yox. B bərabərdirsə C-yə. Və ya A C-yə bərabər olar. Ona görə bunlar or-la birləşir. Çünki bərabər yanlı üçbucaqda demirik A B-yə bərabərdirsə və A da C-yə. Deyirik
A-B-yə bərabərdirsə və ya A-B-yə bərabər deyil, A-C-yə bərabərdirsə, yəni əsas odur ki, 2 dənə tərəfi bərabərdir. Ona görə orla biz nə etdik? Və ya A-C-yə bərabərdirsə, indi harda şərtin pozğunluğu baş verdisə, biz nə edəcəyik? Orada qayıdıb düzələcəyik. Necə ki, o mərhələlərdə deyirdik, testləşdirmə mərhələsi. Yadınızda biz deyirdik, test mərhələsi, müşayiət mərhələsi. Bax, həmin müşayiət mərhələsində biz demişdik, orada sözlər yazılmışdı, buqları aradan qaldırmaq. Səhvləri aradan qaldıracaq. Print nə çıxmalıdır artıq? Bərabər yanlı çıxmalıdır. İndi əks halda da qoymaq olar. Amma əks halda qoymuram. Elə mən bunu da eliflə yazıram ki, mümkün qədər problemi azaldaq. Hamısı bir-birindən fərqlidirsə, A fərqlidirsə B-dən, bu eyni zamanda baş verməlidir artıq. A fərqlidirsə B-dən, C-dən və eyni zamanda, çünki müxtəlif tərəfli üçbucağın bütün tərəfləri hamısı eyni zamanda bir-birindən fərqlidir. B də fərqlidirsə C-dən, qoca nöqtə biz nə etməliyik? Yazmalıyıq. Print müxtəlif tərəfli. Belə bir söz uydurdum, müxtəlif yazdım. İndi gəlin yoxlayaq. Məsələn, mənim bu daxil etdiyim üçbucaq tərəfləri 3, 4, 5 olan üçbucaq birisi düzbucaqlı üçbucaqdır. Müxtəlif tərəfli üçbucaq. Görək müxtəlif tərəfli çıxardacaq. Gördünüz, müxtəlif tərəfli çıxartdı həqiqətən. İndi başqa bir dənə üçbucaq daxil edirəm. Ən problemli nöqtə. Bu, məsələn, tərəfləri 5, 5, 5. İndi bunu bərabər tərəfli də çıxarda bilər, bərabər yanlı da çıxarda bilər. Əgər bərabər yanlı çıxartsa, biz məcburuq ki, dəyişiklik eləyək. Amma nə çıxartdı? Bərabər tərəfli çıxartdı. Sizcə niyə? Çünki bunu eliflə yazmışam. Yəni, bax, elifin əsas o, if elif deyirdi ya, bax, buradadır. Yəni, bu baş verdisə, yadınızda mən qapalı testlərlə deyirdim. Bu baş verdisə, daha ikinci yoxlanılmır. Bax, ona görə. İndi onu dəyişəcəm birazdandan. Nə baş verəcək? Problem yaradacam orada. Siz də görəcəksiniz ki, doğrudan da onda necə deyim, düzgün işləmir. O elifin gücünü sizə göstərəcəyəm. İndi qaldı bərabər yanlı olmağı. Bərabər yanlı da belə bir üçbucağı yazıram. Tərəfləri 10, 10, bir də ki 1. Belə bir üçbucaq. Doğrudan da 10-un bir üçbucağı var da 0-la 20-nin arasında qiymət alır. Gördünüz, buna nə çıxartdı uşaqlar? Bərabər yanlı çıxartdı. Deməli, kodumuz düz işləyir. Burada hətta yerini də dəyişək, lap dəqiq olsun. 10, 1, 10 yazaq. Bəlkə yerini dəyişəndə nəsə problemi çıxır. Yenə də bərabər yanlı çıxartdı. Amma indi bu məsələ aydın. Məsələnin kodunu yazdıq. Yəqin ki, razılaşdıq. Amma indi mən bunu qəsdən if eləyirəm. Elif yox. Baxın. İndi mən bərabər tərəfli üçbucaq daxil eləyəndə o həm də bərabər yanlı sözü çıxardacaq. Baxın 5, bayaqki 5, 5. Gördünüz nə çıxartdı? Bərabər tərəfli, bərabər yanlı. Həqiqətən də bu həm bərabər tərəfli üçbucaqdır, həm bərabər yanlı. Amma bizdə şərtdə deyildi, üçündən biri çıxsın. Bu ona görə baş verdi ki, çünki mən sizə belə bir şey demişdim, belə bir kobud ifadə işlətmişdim. Demişdim ki, iflər heç nəyi saymır. İflər harda gəlməyindən asılı olmayaraq özünün yoxlanılmasını tələb edir. Bu yoxlanıldı, keçdi, bu da yoxlanıldı. Hər iki şərt baş verdiyindən ikisinə də cavab çıxdı. Məhz mən buna görə bunu nə ilə məhdudlaşdırmışdım? Eliflə. Bax, görürsünüz, eliflər harada istifadə olunur. Artıq bu icra olundusa, daha bunun icrasına getməsin də. Yoxsa getsə, onu da buradakı bu şərt ödənir faktiki 5-5 üçün. Qoymasın, oraya getməsin, məhdudlaşsın. Bu tapşırığı da mən sizin üçün izah etmiş oldum. Əgər sualı olan varsa, bildirə bilər. Yoxdursa 106 nömrəli məsələni izah edeyim. Allahın köməyi ilə artıq 6-cı məsələni biz deyirik, sizdən izaha keçirik. Var sualı olan? Onda uşaqlar, 106 nömrəli məsələni sizin diqqətinizə çatdırıram. Ramiz, dərsdə qoşulubsan sən, Ramiz? Bəli, mən qoşulmuşam. Elnur, sən qoşulmusan? Bəli, müəllim. Aha. Murad, sən qoşulmusan? 17-30. Bəli. Aha. Yaxşı, 106. Klaviaturadan daxil edilmiş natural ədədin 6-ya tam bölünməsini yoxlayan proqram Python dilində yazın. Nəticəni ekrana şərtdən asılı olaraq hə və ya yox kimi çap edin. Bu proqramların içərisində ən sadəsi, yəni hər birinizin, bu dərsimizə qoşulan bütün uşaqların yaza bildiyi bir proqram. Amma mən yazacağım. Klaviaturadan daxil edilmiş natural ədədi yazıram int input.
Ondan sonra 6-ya bölünməsi nə deməkdir? Bir ədəd 6-ya bölünürsə, deməli həmin ədədi 6-ya böləndə qalıq 0 verməlidir. Ona görə bərabərdirsə 0. Onda nə yazıram? Print hə, yəni yes. Burada mən niyə yes yazdım? Çünki ingilis əlifbasından istifadə edirəm. Ə hərfi bizdə burada yoxdur. Əks halda nə çap eləməliyəm? Print no. Vəssalam. Yəni istənilən bir şey. Məsələn 36 daxil etsəm, yes çıxardacaq. Amma 9 daxil etsəm nə çıxardacaq? No çıxardacaq. Ədədin 6-ya bölünüb bölünmədiyini yoxlayan kod. Yəni siz həvəs göstərsəz, sizdən asılı. Mən eyni zamanda bunların birinci algoritmini quraram. Siz deyə bilərsiniz ki, müəllim, kompüterdə necə quracaqsan ki? Kompüterdə mən proqram almışam. Onunla algoritmin quraram. Algoritmin necə icra olunduğunda əllə mən qələmlə deyirdim, i bərabərdir 5 olanda nəm dövr eləyir. Hətta onu ardıcıl algoritmlə müşahidə edirsiniz. Sonra avtomatik vuraram, Python kodun nə edir sizə göstərər. Axırda mən bunu nə edəcəyəm? Sizə bir dənə proqramda göstərəcəyəm. İcra etməyəcəm, yəni bu hər şey sizin maraq göstərməsinizdən asılıdır. 107. 107-də nə yazılıb, əziz şagirdlər? 107-də yazılıb ki, klaviaturadan daxil edilmiş 4 rəqəmli natural ədədin ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, özü də burada bir sözü unudubdur. Əslində deməli idi ki, ortasındakı 2 rəqəmin yazıldığı ardıcıllıqla əmələ gətirdiyi ədəd. Bax, o sözü yazmayıbdır. Ona görə bu məsələnin hətta şərtini səhv də çıxartmaq olar. Klaviaturadan daxil edilmiş 4 rəqəmli natural ədədin ortasındakı 2 rəqəmin, ortasındakı 2 rəqəm məsələn burada 34-dür, bəlkə mən 43 kimi baxacam. Demir ki, soldan sağa, demir ki, yazıldığı ardıcıllıqla. Ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini, əks halda onların cəmini çap edən proqramı Python dilində yazın. İndi siz bilirsiniz heç mən nə edəcəyəm? Mən burada sizə bu məsələni sətirlərin köməyi ilə həll edəcəyəm. Sətirlər bütün qruplarda keçmişik. Biz sətir kəsikləri, sətirlər keçmişik. 4 artı 17-sinə biz sizə keçmişik də sətir kəsikləri, hə? Yoxsa yox? Keçmisiniz müəllim. Hə. Sizə niyə görə mən bunu sırf sətirlərin köməyi ilə qəsdən eləyəcəyəm? Əslində burada görürsüz, ya müəllim, axı o sətirlər dərsinə aid deyil, yəqin ədəd üçün nəzərdə tutulub. Əslində proqramlaşdırmada belə məhdudiyyət yoxdur. Ürəyin nə istəyir ondan yaz. Hətta sən savadlı proqramçısansa, yəni belə əvvəlcədən proqramlaşdırma işi ilə məşğul olubsansa, sən gedib imtahan verəndə heç orta məktəbə aid olmayan üsulla yaz. Orta məktəbdə kitabında yoxdur. Sən onu yuxarı səviyyədə, peşəkar şəkildə yazıbsan, göndəribsən. Ürəyini buz kimi saxla, sənə bal verəcəklər. Sənə bal verməsələr, gəl problemi mənə de, mən sənin problemi həll edəcəyəm. Sən ged istirahət elə. Ona görə də proqram yazanda məhdudiyyət yoxdur. Hansı üsul ağla gəlir, daha optimal üsul onunla elə. Amma mən niyə görə burada sətirlər dedim? Sırf o sətir kəsikləri müəllim bizim nəyimizə lazımdır ki, Azərbaycan sözünü kəsirsən, Azərb düzəldirsən, nə bilim, Azərb sözündən bu yananı nətər kəsirlər, o harada lazımdır ki, bizə bax elə burada. Mən klaviaturadan 4 rəqəmli ədədimi daxil edirəm. Mən sətirlərlə işləyəcəyəm. Ona görə bu daxil etdiyim ədədi int inputu sonradan sətrə çevirəcəyəm. Çünki orada kəsmə əməliyyatı icra edəcəm. Nəyi kəsəcəm? Məsələn, bax bu ədəddə 34-ü oradan kəsib götürəcəyəm. Çünki deyir ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd. Yəni mənə 34 lazımdır. Məsələn, burada nə lazımdır? Burada 03 lazımdır. Bəs burada nə lazımdır? Burada 53 lazımdır. Ona görə o hissəni kəsib götürmək istəyirəm. Ona görə bir də nəyə çevirirdik? Sətir funksiyası hansı idi? Setir. Setir. N. Bunu təzədən n dəyişəninə verirəm. Birinci halda n dəyişəninin qiyməti tam ədədi idi. İkinci halda artıq n dəyişəninin qiyməti həmin tam ədədi, görünüşü ədəd özü mətn olan formaya çevirmişik. Əslində siz mənə irad tuta bilərsiniz, amma tutmursunuz. Deyə bilərsiniz ki, müəllim, bir halda ki, təzədən sətrə çevirətsənsə, elə onu int şəklində almadı. Elə birbaşa input şəklində al, daha nə STR-dən istifadə et, nə intdən. Bəli, haqlısınız. Əslində elə almalıyam. Bundan sonra da elə alacağam. Sadəcə sizlə indiyə qədər elə ədəd almamışıq deyənə mən onu elə yazdım. Yəni bunun heç birini yazmaram. Nə aşağıdakını yazmaram, nə yuxarıdakını. Bir dənə yazaram, n bərabərdir input. Onsuz da elə nə daxil etsəm sətir kimi qəbul edəcək. Sadəcə bu prosesi göstərdim. Bunu da xəbərdarlıq etdim ki, daha bundan sonra elə olacaq. Hə, indi mən nəyi kəsməliyəm?
Bax, buradan da nümunəmi yazıram, modelimi qururam. 234 ədədinin üstündə məşq eləyirəm. Yəni 23-45 ədədinin üstündə. Məşq eləyirəm. Bu 34-ü kəsib götürməliyəm. 34-ü necə kəsim? Onu verəcəyəm A dəyişəninə. Tam sətirlə işləyəcəm ha hər şeyi. Baxıram ki, onda mən N-dən kəsməliyəm. Nəyi kəsməliyəm? Birinci indeksdən bir qoşa nöqtə. Hara qədər? 0, 1, 2, 3-cü indeksə qədər. Çünki bax 0, 1, 2 sonuncu daxil olmurdu. Ona görə bura 3 yazıram. 3. Doğrudan da bir dənə baxın uşaqlar. A-nı çap eləyirəm. Görəsiniz ki, həqiqətən kəsib götürübdü müəllim onu. A. A-nı hələ pozacam. Onu çapı sizə belə deyək. Əyani özümü təsdiqləmək üçün deyirəm. Gördünüz 34-ü götürmüşəm. Sonra 50, 31, 50, 31 ikinci nümunə. Gördünüz 03-ü necə götürdüm? Üçüncüdə də icra eləsəm 53-ü götürəcək. Bax, sətirlərin ən gözəl. Mən demişdim, zaman gələcək, görəsiniz niyə görə işləyirik. 53-ü götürdüm. Yəni, mən nə etməliyəm? Mən həmin bax, bu iki rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, bu rəqəmlərin hasilini tapmalıyam. Məsələn, baxın, daha doğrusu hasilini əks halda onların cəmini çap etmək. Məsələn, bax, buradakı 34 cüt ədəddir. Ona görə 3 ilə 4-ü toplayıb cavabı 7 çıxardıb. Şərtdə çünki elə qoyub. Amma bura baxın. 5031 ədədində 03, yəni 03 elə 3 deməkdir də. Tək ədəddir. Ona görə rəqəmlərin hasilini tapıb 0-ı vurub 3-ə cavab 0. Müəllim, sən problemə düşdün. Sən orada sətir götürübsən və rəqəmi nətər tapacaqsan? Sətiri sətirə nətər vuracaqsan? Int funksiyası bəs məni gözləmirmi? Gözləyir. Onda rəqəmlərini ayırıram. Bax. Birinci bunu da bu kəsib götürəndən sonra bura bir dənə nə yazıram? Int yazıram. Birbaşa intə çevirirəm. O kəsiyi aldım, verdim. Int funksiyası qolların arasında saxlayıb onu etdi tam ədəd. Daha buradakı 53 ədəddir. İndi nə baş verir? Görün şərti necə qısaldıram. Yeni dəyişənlər əlavə etmirəm. İndi bu birinci yoxlayıram nədirsə, bu ədəd təkdirsə. Təkdirsə nə edəcəm? Rəqəmlərinin hasilini tapacağam. A-nı da pozuram. Daha yeni dəyişənə vermirəm. Biraz peşəkarlaşaq da. Deyirəm, əgər N1-3-ü kəsib götürüb tam ədədə çevirəndən sonra qoşa nöqtə, daha doğrusu qoşa nöqtə yox, təkdirsə, yəni onu 2-yə böləndə qalıq 0-a bərabərdirsə, 1-ə bərabərdirsə, çünki təkdirsə. Nə edəcək? Rəqəmlərin hasilini tapacaq. Rəqəmlərinin hasilini necə tapacağıq? Rəqəmlərinin hasilini artıq belə tapacağıq. Baxın. Rəqəmlər nədir? 53-də. Yəni, bu heç 53-dən götürmürəm, buradan bir başa götürürəm. Baxın, bu hissədən bir başa götürəcəm, bu yenidən. Burada baxın, bunu da diyez yazıram. Diyez 23, 45. Kəsikdən də götürə bilərdim, amma mən burada kəsiyi int eləmişəm, təzədən da sətrə qaytarmaq istəmirəm. Nə edirəm? 33 burada nədir? Neçənci indeksdir? 3 birinci indeksdir. Onu da aşağıdan yazıram, çünki rəqəmlərin hasilini tapmalıyam. Yazıram, onda print. Azca məsələn mürəkkəbləşibdir də. Print 34-ü götürməliyəm. 34-də də bax burada 3 nədir? Birinci indeksdir. Onda nə yazacağam? Int M1 gördünüz? Birinci rəqəm vurulsun. Mötərizələrə diqqət edin, çaşmayın. Onda 4-ü necə götürürəm? Int N2 int N2 çap eləyirəm. Əks halda bizdə burada hansısa mötərizəni biz unutmuşuq. Görədiniz oldu. Printlərin mötərizələri yerində. Hansısa orada xəta gedir. Müəllim, vurmanın yanındakı. Hansı vurmanın yanındakı? Birinci tərəfdə. Görə bilmədim. Baxın, mən M1-dən sonraki ikinci, ora. Burada mötərizə qoymalıyam. Burada qoymalı deyiləm axırınca. Yox, orada qoymalı deyiləm. Qoy mötərizəni bir dənə dəqiqləşdirim. Deməli, int N1, N1-i götürdük, int elədik. Onu da Düzdür müəllim. int, orada qırmızı çıxıb, ona görə bu başdan düzəltmək istəyirəm. N2-ni götürdüm. Onu int elədim. Intin mötərizəsi qırmızı. Düzəldərik. Xəta verər, görə axırdan eynirik. Amma orada nəsə qırmızı çıxdı.
Olmalı orada. Düzəldəcək, narahat olmayın. Deməli, indi ikinci şərtimiz nədir? Əks halda, Müəllim, bəli. müəllim siz orada printdən sonra qoşa nöqtə qoymusunuz. Məncə o ola bilər. Düzdür. Mən deyirəm axı niyə çıxır. Bəli, təşəkkür edirəm. Orada hələ necə yenə də nəsə bir səhv qalıb, ancaq düzəldəcəyik ki, yenə görəcəyik ki, orada özü göstərəcək, düzəldəcək. Əks halda nə İki etmək? vergül var ya müəllim. Necə? İki vergül var onlardan. Yox. Heç. 2 vergül yoxdur. Qabaqdakını görmədim ona görə mən. Onu düzəldəcək. O problem deyil, narahat olmayın. Əks halda burada bu Pycharmda bir pis xüsusiyyət var. Bu nə eləmir? Bu boşluqları düz göstərmir. Niyə ehtiyac olsa idle atacağam, orada göstərəcək. Qoy bunun pozunu təzədən yazım burada. Mən vaxtımı da aldım. Burada int eləmişik bunu. Int eləmişik də, nə problem? N1 3-ə kəsmişik. Kəsəndən də sonra bunu int etmişik. 2-yə də bölmüşük. Qoşa nöqtə qoyalım. Bir dənə bir hissə üçün yoxlayım. Bir alternativli. Ona nə etməlidir? Bunların rəqəmlərini cəməli yes yazaq. Fin qabağında əlavə bir dənə boşluq var, yoxsa Intin qabağında bəli boşluq olmalı. fin? Görə burdadır da boşluq xətası var. Nəsə indet var. Görürsüz boşluq var. Boşluğu görə bilmirik biz. Hə burada bir ifin qabağında boşluq var da. Aha düzəldi. Bunu bayaqdan deyəndə ay sağ ol. Bax görürsüz belə şeylər adamın necə vaxtını alır. Hə, indi mən nə etməli idim? Yazmalı idim ki print qayıdaq məsələyə. Print ifin qabağında boşluq var imiş. Print M1 dediyim kimi int M1, yəni M1-i götür sonra int elə. M1-i götür int elə. Onu da vur nəyə? M1-i götürüb int eləyəndən sonra onu da vur. Int. Bax kömək etməsəydiniz mən hələ axtarırdım ki, harda bir şey gedib. Siz tapdınız. Onu da vururam N2-yə. N2. Bu hazır. Görürsünüz xəta da vermədi. Else əks halda. İndi nə edəcəyəm? Bax elə baba bunu buradan işimi azadlaşdırıram, kopyalayıb gətirirəm. Deyir ki, rəqəmlərinin cəmini tap da. Yəni cütdürsə rəqəmlərinin cəmini tap. Görürsünüz orada 34 nümunədə cütdür, içindən 4-ü toplayıb. Ctrl V, burada da bir dənə plus qoyum. Sizin əziz xətrinizə. Hə, indi başlayaq icra etməyə. Elə daxil edirəm. Hansı ədədir? 2, 3, 45. Yəni 2345. Cavab 7 çıxmalıdır. Çünki 34 cütdür, 3 ilə də 4-ün cəmi 7 eləyir. Gördünüz? 7 çıxdı. İndi başqa bir nümunə. 5031-i daxil edirəm. 5031. 5031-də bu 03, yəni 03 ədədi ilə 3-dür də. Bu 3 ədədi təkdir. Ona görə də hasili tapılmalıdır. Yəni 0-3-ə vurmalıyam, cavab 0 çıxmalıdır. Burada da nə çıxdı? Gördünüz, cavab 0 çıxdı. Anlaşdım uşaqlar. Bax gördünüz mən sətr kəsiyindən birbaşa istifadə elədim. Sətrin indekslərlə müraciət etdim. Biz buna görə mən sizi hansısa bir suala xırda bir səhv verəndə sizi möhkəm şəkildə danlayıb sizlə yola getmirdim. Kim başa düşmədisə, bunu mütləq bildirsin bizə. Əgər başa düşməyibsə, mən bir də izah eləyim. Yəni nəyi başa düşməyibsə. Bax bu hissə M1-ə müraciət etmişəm. M1-ə müraciət eləyəndən sonra onu int eləmişəm, çünki ədədləri bir-birinə vurmalıyam. N2-yə müraciət eləmişəm. N2 yəni artıq 3-cü rəqəmə. Onu int eləmişəm, vurmuşam. Əks halda da onları toplamışam. Bu da kəsiydi. Ortadan götürür. Götürəndən sonra int etmişəm ki, çünki axı mən yoxlayacağam. O cüt ədəddir, tək ədəddir. O M1 sətirdir. Hərf nə olur? Hərf cütdək olur. Sualınız yoxdursa, keçin başqa bir məsələyə. 108-ə. 108. 108-də görək nə deyir? 108-də deyir, doğulduğunuz ayın sıra nömrəsini klaviaturadan daxil etdikdə ad gününüzün hansı fəsilə düşdüyünü təyin edərək çap edən proqramı Python dilində yazın. Yəni 12 daxil eləyibsə 12 dekabr ayıdır da. Dekabrda biz bilirik ki, qış fəslidir. Ona görə yazıb sizin ad gününüz qışdadır. İndi biz də bunu yazaq. Məsələn, mənim ad günüm yaydadır. İndi siz özünüz üçün də bunu yaza bilərsiniz. O da mən birinci nə etməliyəm uşaqlar? Birinci. Ayın günün almalıyam. Girişə baxın. Ayın nömrəsini almalıyam. Yəni sən hansı ayda doğulubsan? Deyir ki, mən 8-ci ayda, 7-ci ayda, 9-cu ayda. Int input. Gəlin burada biraz neyinək? Hətta istifadəçiyə bildiriş də verək. Deyək, ayı daxil et.
Demişdik ki bunu yazsan da olar, yazmasan da. Bu istifadəçi idi. Daxil etdik. Birinci başlayaq hardan? Birinci başlayaq yazdan. Artçılıq. Yaz ayları hansı aylardır? Yaz ayları martdır, apreldir, maydır. Ona görə mən yazıram ki, bax görün mən nə yazıram. Deyirəm ki, bunu cürbəcür yazmaq olar. Siyahı düzəldib siyahıya int olduğunu yoxlayıb yoxlamamaq olar. O daha asandır. Nəinki belə. Ancaq mən elə etməyəcəm. Ona görə işim uzun olacaq. Çünki bəzi qruplarda siyahılar dərsin keçməmişik. O bizə problemdir. Ona görə yazıram. Deyirəm ki, əgər daxil etdiyim bu n ədədi bərabərdirsə, mart neçənci aydır? 3-cü aya. Yox, 3-cü ay deyilsə və ya n bərabərdirsə 4-cü aya, aprelə və ya n bərabərdirsə 5-ci aya, onda ad günü hardadır? Yazdadır. Mən ad gününüz yazdadır, qışdadır yazmıram, gecikməyə yazda belə daxil edim. Yəni yazdadır ad günü. Əks halda əgər, daha buna if yazmayacağam. Çünki sənin ad günün ya yazda olar, ya yayda, ya payızda da. Eyni zamanda həm yazda, həm də payızda olmaz ki, bir ildə 2 dəfə doğulmayıb sanki. Ona görə mən daha burada if yazmağa ehtiyac yoxdur. Əslində if də yazsam işləyəcək. Heç bir səhv olmayacaq. Çünki onsuz da biri ödənir şərtdən. Amma if yazıb niyə sürəti azaldıram ki, mənasız o yoxlamanda yoxlasın. Əgər ad günüm yazdadırsa, yazdı yoxlasın. Çap eləməyə hazırlaşsın. Hələ gedib qışı da yoxlasın. Görəsən ad günü qışdadır. Da yazdadırsa yazı tapıb da. Ona görə elif. Hə, indi yayda. Yay ayları hansılardır? Qoy mən bunu da kopyalayım buradan. Hazır gətirim özüm üçün bura. Day mən gecikməyim yazanda. Hə. Yay ayları 6-cı aydır. 7-ci aydır. Bir də 8-ci aydır. Onda nə çıxmalıdır? Çıxmalıdır ki, print yayda. Yay. Və indi qaldı bunu müəyyən etmək ki, ad günü payızdadır, yoxsa yox. Yenə də elif. Artıq burada payız nədir? 9-cu ay, 10-cu ay, 11-ci ay. İndi də qışı yoxlamağa ehtiyac yoxdur. Elə yerdə nə qaldı? Yəni, əgər bu 3 dənə fəslin birində deyilsə, onda qışdadır da. Siz qayıdıb deyə bilərsiniz ki, müəllim, birdən bəs o götürdü ora 14 daxil etdi. Onda götürəcək 14 də daxil edildiğində çıxardacaq ki, sizin ad gününüz qışdadır. 14-cü ay yoxdur. Mən də qayıdıb avtomatik sual verirəm ki, bəs o adam bilmir ki, 14-cü ay olmur. Yay ay 12-dən olur. Niyə görə 14 daxil etsin? Ona görə daha şərt qoymağa ehtiyac yoxdur. Else print qışda. Yəni icra eləyək. Məsələn, mənim ad günüm 6-cı aydadır. Onda görürüm yay çıxardacaq. Görürsünüz, yayda çıxartdı. Sonra başqa bir adamın tutaq ki, ad günü yanvar ayıdır. Yəni 1-ci aydır. Onda nə çıxardacaq? Qışda çıxartdı. Başqa bir adamın ad günü fərz eləyək avqust ayındadır. Onda bunun üçün nə çıxartmalıdır? Yəni 7-ci aydadır. Yay çıxartmalıdır. Yayda çıxartdı. Gördünüz? Necə tam. Amma dediyim kimi bunu siyahı metodu ilə də yazmaq olardı. Bax, birincini nə edirəm? Birinci şərti pozuram. Daha məsələnin şərti sizə aydın oldu. Bunu belə bir işlətmək olardı. Təkcə birincini belə yazıram. Daha or yazmayaq. Deyirəm, əgər n, in, yəni daxildirsə, bu mötərizənin içində yazıram. Yay ayı hansılardır? Orada 3, vergül 4, vergül 5. Bax, belə qısaca yaza bilərdim. Bu, ardıca bu nədir? Göstərir n. For'da belə bir şey öyrənmişdik. Biz for, n, in. Amma bu for deyil də, bu yazışın mənası o deməkdir. N üçün bunlardan birini götür. Mən də deyirəm, əgər daxil etdiyim n, bax bu ardıcıllıqdan hər hansı birinə daxildirsə, onda yazda çıxarsın. Məsələn, yoxlayaq, o birlərini də belə yazmaq olardı. Məsələn, mən 4 daxil etsəm, aprel ayı yazda çıxmalıdır. Görürsünüz, yazda çıxdı. Bu yazılışla da yazmaq olardı. Bərabərsizlərlə də yazmaq olardı. Yazmaq olardı ki, əgər n böyük bərabərdirsə 3-dən, and o da kiçik bərabərdirsə 4-dən, or n kiçik bərabərsə 5, yaxud da belə yazmaq olardı. Baxın, yəni bunların bütün versiyalarını deyirəm.
Sən nə qədər alternativ üsul bilsən, belə savadlı olarsan, peşəkar olarsan. If əgər 3-cü aydan böyük bərabər n, 5-ci aydan da kiçik bərabərdirsə, hardadır kiçikdir işarəsi? Kiçikdir, bərabərdirsə, onda nə çıxarsın? Yazda çıxarsın. Bax, bütün bu şərtləri də bu qayda ilə yazmaq olardı hər birini. Burada hardasa özdə biz xəta eləmişik. Burada xəta eləmişik. Buna ehtiyac yoxdur. İndi yenə daxil edirəm. Baxın, 3 daxil edirəm, yazda çıxartdı. Gördünüz, bütün bunları bərabərsizliklə də yazmaq olardı. Və bu gün üçün axırıncı məsələmiz. Axırıncı deyən kimi daha qaçıb çıxmayın, ha. Onsuz da axırıncıdır. Axırıncı deyim, sonra mən sizlə sağollaşım. Gecəniz xeyrə qalsın deyə ondan sonra çıxaq. Onsuz da bilirəm ki, bəzi uşaqlar zorla qoşulub. Bu dəqiqə nə bilim, bəlkə də telefonu qoşub atıb ora Azərbaycan dilindən test yazır. Mən də orada özüm üçün danışıram da qəşəng-qəşəng. Və yəni belə şeyləri biz çoxdan bilirik. Sadəcə biz dərsi keçirik, borcumuzu yerinə yetiririk. Yaxud bəzi uşaqlar qurub orada futbola baxır. Mən də burada dərs danışıram. Telefonu da atıb ora. Mən də danışıram. Klaviaturadan n natural ədədi daxil edilir. Bu ədədin neçə rəqəmli olduğunu çap edən proqramı Python dilində yazın. Özdə hələ sizin işinizi gör nə qədər asanlaşdırıb bu. Uşaqlar, sizin işinizi o qədər asanlaşdırıb ki, deyir ki, n 100-dən kiçikdir. Amma mən bunun 100-dən kiçik halını yazacağım. Daha sonra nə edəcəm? Bax, 51 dəqiqədə dərsimiz başlayıb 9 dəqiqə müddətinə yazacağım. Ondan sonra problemi belə qoyacağım. Deyəcəm ki, heç 2 rəqəmli deyil. İstənilən bir çox rəqəmli ədəd ola bilər. Sən onu göstər ki, o neçə rəqəmli ədəddir. Aydındırmı? Bil. Onda birinci o 100-dən kiçik ədəd üçün yazırıq. Burada da şərt qoymağa ehtiyac yoxdur ki, əgər n 100-dən kiçikdirsə filan et, bəs məkan et. Özü deyir ki, 100-dən kiçikdir. n bərabərdir int input və şərt qoyuram. Birinci baxanda adama çox çətin gəlir. Deyirsən ki, buna mən nə şərt qoyum ki, 2 rəqəmli olanda başa düşsün ki, bu kompüter 2 rəqəmlidir. Amma əslində bu çox asan. Bir 5-ci sinif həcmində bir məntiqi də məsələ demək olar. Mən özüm üçün fikirləşirəm. Deməli, həmin ədəd. Bəzi uşaqlar, mən bunları bu məsələlərdən çoxunu işlətmişəm köhnə kitabdan. O qədər belə təcrübələrə rast gəlmişəm ki, bəzi uşaqlar tez götürür rəqəmlərini ayırır. Deyir ki, 2 dənə rəqəm alınsa, həngamə verir, əməllə başla. Amma bir dənə düşünmür ki, bir rəqəmlidirsə, deməli bu ədəd 10-dan kiçikdirsə, bir rəqəmlidir də. Yazmağa ki, if n kiçikdir, bərabərdirsə 10, kiçikdirsə 10-dan, onda nə çıxsın? Bir rəqəmli. Print bir rəqəmli. Bir rəqəmli. Əks halda s. Daha mən niyə əks halda yazdım? Əslində belə də yaza bilərdim. Böyükdür 10-dan, kiçikdirsə 100-dən 2 rəqəmli. Çünki o özü demişdi ki, mən 100-dən kiçik natural ədəd deyəcəyəm. Ona görə əks halda yazdım. Yoxsa nə yazmalıydım? Əslində belə yazmalıydım ki, elif n böyük bərabərdirsə 10, kiçikdirsə 100-dən, onda 2 rəqəmli. Sadəcə bu 2 rəqəmli dediyindən ki, 100-dən kiçik bir ədəd. Mən dedim 100-dən kiçik ədəd ya bir rəqəmli olur, ya 2 rəqəmli. Ona görə də print nə yazdım? 2 rəqəmli. Gördünüz necə? İndi deyirəm, çap edirəm. Məsələn, 95 2 rəqəmli. Amma daxil edirəm 5 bir rəqəmli. Bəs dediyim kimi problemi qoysaq ki, istənilən bir sayda daxil etsə, biz onu nə edəcəyik? Nətər eləyə bilərik? Yəni 100 rəqəmli daxil olsa 100 rəqəmli çıxsın, 4 rəqəmli. Burada mən bir şeyi bu məsələni də deyim sizə, yəni çox rəqəmli üçün tam artıq bu hissəni mənimsəmisiniz, yaza bilərsiniz. Mən bir dənə bir şeyi məhdudlaşdıracağam. O 10 rəqəmli, 100 rəqəmli sözün mətndən yaza bilməyəcəyəm siz üçün. Əslində özüm yaza bilərəm, amma siz üçün biraz əlavə gərək bilgilər deyəm, yaxud da oturub gözləyəsiniz, oturub sizi saxlayam. Yox. Ona görə 10 rəqəmli, 1 rəqəmli sözün rəqəmlə yazacağam. Çünki onun özü də bir problemdir ki, cümlə ilə çıxartsın 10 rəqəmli, 5 rəqəmli. Baxmayın ki, burada 2 rəqəmli, 1 rəqəmli idi, 2 halı idi ona görə. Amma mən nə bilim, necə eləyim ki, onu hələ 30 rəqəmli sözün, 30 sözün sözlə çıxarsın. Ona görə mən o hissəni rəqəmlə çıxardacağam ki, nə olsun? O qrammatik qaydaları pozacaq. Marağınız olsa haçansa o formada da baxarıq.
Onda mən nə etməliyəm? Bax biz sətirlər keçirik, ədədi sətrə çevirmək, sətri ədədə çevirmək. Biz nə üçün? Kod yazmaq üçün keçirik də. Tez belə bir şey edirəm. Çox sadə formada. Bura baxın, hətta 2 rəqəmlini də elə yazmaq olardı. N bərabərdir. Mən ədədi sətir tipində alıram. Bayaq nə razılaşdıq? Dedik bundan sonra sətir tipində alıb int eləyib təzədən str eləməyəcək. Elə birbaşa input. Oldu sətir tipində. Çünki klaviaturadan input funksiyası sətir tipində alır. İndi sətir qəbul etmişəmsə, sətirlərin uzunluğu hansı funksiya ilə yerinə yetirilir? Kimliyə? Len funksiyası ilə. Ay sağ ol. Onda bunun uzunluğunu tapıram. Deyirəm ki, k bərabərdir len a. Bu bunun rəqəmlərinin uzunluğunu tapacaq. Onda görürsünüz bir xəttli proqramda f, s qoymadım. Onda nə Müəllim, orada yazıram? len n olmalı deyil. Necə? Len n olmalı deyil. Yaxşı, sənin əziz xəttinə len n elədik. Print. Nə yazacağım? Mötərizə. K vergül qoyuram. K-ya 2 dənə arqument verirəm. Bir də yazıram nə? Rəqəmli. Əslində K-nı sətir deyilib toplaya bilərdim üst-üstə. Rəqəmli. Yəni bunu deyirdim ədədinə yazma. Onsuz da məsafə buraxacaq. Yəni baxın. Mən daxil eləyirəm. Bayaq nə daxil etmişdim? 95. 2 rəqəmli. Gördünüz? Bu 2-ni deyirdim ki, hələ ki sözlə nə edə biləcəm? Çıxarda bilməyəcəyim siz üçün. Sonra baxın, gör necə bir rəqəmli ədəd daxil edirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 rəqəmli ədəddə görürsünüz, ortaya da bir dənə 0 əlavə eləyim. 2 dənə 0. Oldu 12. Bu düz getmədi. Burada xəta verəcək bu heç. İndi 12 rəqəmli daxil edirəm. Uşaqlar baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 rəqəm. 10, 11, 12 rəqəm. Görə 12 rəqəmdə çıxardacaq. 12 rəqəmdə. Gördünüz? Bax, bunu da 2 rəqəmli üçün də, ümumiyyətlə çox rəqəmli üçün də belə çıxartmaq olar.